Hamıya salam. Bugün sizlərə blok imtahanına necə düzgün hazırlaşmaq olar adlı bir video çəkirəm. Çünki buraxılış imtahanını verdikdən sonra abituriyentlərin blok imtahanına hazırlaşmaq üçün o qədər də həvəsləri qalmır və bu imtahana hazırlıq dövründə bir çox səhvlər buraxırlar və bu səhvlərin yaranmaması üçün bu videonu sizə görə çəkirəm. Başa düşürəm, siz artıq 2 ildir aralıqsız olaraq dərs eləyirsiniz. Bəlkə də bəziləri 2 ildən çoxdur, 3 ildir, 4 ildir aralıqsız olaraq hər hansısa bir imtahana hazırlaşır və yorulmağınız çox normaldır. Bu halda özünüzü təlaşa salmayın və qorxutmayın ki, ay mən həvəssizəm, ay mən çox yorulmuşam, dərs oxuya bilmirəm deyə blok imtahanında normal bal toplaya bilməyəcəm. Belə bir şey yoxdur. Özünüzü qorxutmayın. Bu normal bir hadisədir. Sadəcə bunu başa düşün ki, artıq 2 aydan çox az bir müddət qalıb blok imtahanına və bu 1 ayı ya da indi videoya haçan baxırsınızsa, sizin imtahanınıza qədər olan müddəti hesablayın neçə gün edir. Bu müddət ərzində siz bir dərs planı qurmalısınız ki, siz planlı şəkildə dərs eləyə biləsiniz və hər bir şeyi blok imtahanına kimi çatdıra biləsiniz. Təkrar olsun, testlər olsun, sınaqlar olsun, situasiya işləmək olsun, bunların hamısını çatdırmaq üçün siz bu planı qurmalısınız ki, o buraxılış dövründəki peşmanlıq yaşanmasın. Çünki mənə buraxılışa az qalmış müddətdə çox mesajlar gəlirdi belə ki, yəni mən əslində 2 dənə video çəkmişdim. Buraxılışa 2 ay qalmış plan qurmaq və buraxılışa 1 ay qalmış plan qurmaq. Belə 2 dənə videom var idi. Halbuki çoxunun qabağına onlar çıxmamışdı və imtahana 2-3 həftə qalmış. Onlar hələ indi ayılmışdılar ki, bu planı qurmaq lazımdır. Amma gecikmişdilər və ümid edirəm sizdə bu yaşanmaz. Çox ümid edirəm. Çünki bu plan həqiqətən mənim bütün həyatımı dəyişmişdi. İndi isə keçək bu planı necə düzgün qurmaq olar. Əslində bu çox sadədir. Yəni hər kəs özü üçün bunu qura bilər istəsə. Mən indi burada sizə konkret rəqəmlər və ya tarixlər verməyəcəm. Çünki bilmirəm bu video sizin qabağınıza haçan çıxacaq. Bəlkə də çıxmaya da bilər. Amma ümid edirəm çox tez bir zamanda xəbərdar olarsınız və digərlərinin də bundan faydalanmağını istəyirsinizsə, dostlarınıza, tanışlarınıza ya da sizinlə bircə hazırlaşanlara da ata bilərsiniz bu videonu ki, onlar da faydalansınlar. Neçənci qrup olduğunuzdan asılı olmayaraq siz bu 1 ayı ya da bu gün haçandısa, bu gündən hesablayaraq ya da sabahdan hesablayaraq sizin imtahanınıza olan müddətə qədər neçə aydısa, neçə həftədirsə, o ayı bölürsüz həftələrə və hesablayırsınız bu gündən sizin imtahanınıza qədər neçə həftə qalıb. Hesabladığınız neçə həftə varsa, o həftələrin hər günü üçün plan qurmağa başlayırsınız. Məsələn, 1-ci həftənin 1-ci günü, bazar ertəsi, məsələn, atıram fizika. Fizika günüdür 1-ci gün. Fizikadan ilk 2 mövzunu təkrar edirsiniz. Əgər mövzuları yaxşı bilmirsinizsə də öyrənə də bilərsiniz. Yəni 1-ci, 2-ci mövzuları təkrar edirsiniz. Əgər mövzular asandırsa, ki məncə ilk mövzular asan olur və çatdıracaqsınızsa, vaxtınız çatacaqsa, 3-4 mövzu təkrar edin. Daha sonra elə həmən gün bazar ertəsi təkrar etdiyiniz mövzuların testlərini işləyin topludan. Və mütləq topludan işləyin niyə deyirəm? Çünki blok imtahanında əsasən elə topludan testlər düşür də. Topludakı testləri elə bir növ topludan götürüb blok imtahanına qoyurlar. Ona görə əgər toplunu bitirə bilsəniz çox qəşəng olar. Yəni demək olar ki, blok imtahanının 50%-nə hazır olmuş olacaqsınız. Və hər mövzudan minimum 30-40 dənə test işləyin. Və əgər çatdıra bilmirsinizsə, yəni ya da necə deyim, 50 dənə test çatdıra bilmədiniz tutaq, axırdan o ancaq açıq olanları onları işləyin. Çünki onlar daha çox bal verir və nisbətən qapalı testlərdən daha çətin olurlar. Bir situasiya sualı 9 baldır. Yəni təsəvvür edin, orada 3 dənə olur. Üçünü də əgər yaza bilsəniz 27 balınız var artıq. Bəziləri var idi məndən hazırlığa gəldilər. Hə deyirdilər ki, hə indi mən ancaq qapalıları yazsam və ancaq situasiyanı yazmasam, hə nə olacaq ki, mənim ancaq 27 balım olmayacaqdı. Amma yox. Siz onu fikirləşməməlisiniz. Siz fikirləşməlisiniz ki, mən situasiyanı da yazsam, plus 27 balım da var və mən əlayam. Necə ki, mən də bütün situasiyalarımı tam bal almışdım və balım o qədər yüksək idi ki, yəni mən özümə inanmırdım da, mən o qədər yüksək bal toplamışam. Yəni situasiyanı bilmək, situasiyaları işləyə bilmək çox yaxşı bir şeydir. Və yenə də deyirəm, həmişə demişəm, ora siz yalandan 200-300 dənə test yazmayın günə. Məsələn, fizikadan 200-300 dənə test işləyəcəm bir günə. Siz bunu onsuz da eləyə bilməyəcəksiniz və eləyə bilmədiyinizi gördüyünüzdən sonra da motivasiyadan düşəcəksiniz. Yəni bunu bilin. Nə qədər çatdıracaqsınızsa o qədər yazın. Və yaxşı olar ki, bir günə 3-4 fənnin təkrarını salmayın.
Çünki buraxılış dönəmində belə uşaqlar eləmişdi. Heç biri heç nə çatdırmırdı da. Yəni təsəvvür eləyin, hər gün 3-4 dənə fənni yarı-yarımçıq işləməkdənsə, elə bir dənə fənni oturub normal axıra kimi işləyərəm. Yəni bu daha real görünür və daha produktivdir. Deməli, birinci gün qurtardı. Fizikadan 3-4 mövzu təkrar eləyirik. O təkrar elədiyimiz mövzulardan testlər işləyirik və situasiya sualları mütləq işləyirik. Daha sonra gəlirik ikinci günə. İkinci gündə atıram bir dənə fən götürək, riyaziyyat. Riyaziyyatdan da eyni şey. Riyaziyyatın ilk 2 mövzusunu ya da 3-4 mövzusunu təkrar eləyirsiniz. Sonra o mövzular əsasında testlər işləyirsiniz topludan və situasiya suallarını da mütləq işləyirsiniz. Daha sonra 3-cü gün Azərbaycan dili. Və bunları atıram uşaqlar. Siz indi yazmayın fizika, riyaziyyat, Azərbaycan dili. Çünki mən yəni hər qrupa aid olan fənlərdən danışıram ki, heç kəs özünü dışlanmış hiss eləməsin. Azərbaycan dilindən də elə həminki kimi ilk mövzular, yəni nə qədər mövzu bir günə çatdıra biləcəksiniz öyrənməyə və onların testini işləməyə, o qədər mövzu götürün. O sizdən asılıdır. Mən bunu sizə dəqiq deyə bilmərəm. Bəlkə sizə bəzi mövzular asan gəlir, bəzi mövzular çətin gəlir. Ona görə də onu mən sizə deyə bilmərəm. Və həmin təkrar elədiyiniz mövzular əsasında da testlər işləyin. Hər mövzudan minimum 50 dənə test işləyin. Nə qədər çox test işləsəniz, o qədər yaxşı olacaq. Əliniz də öyrəşəcək. Və Azərbaycan dilindən mövzu təkrar, topludan test işləmək və situasiya suallarını işləmək. Vəssalam. Bu sizin plan. Və həftədə 7 gün olduğu üçün, sizi bilmirəm, amma mən 3 dənə fən üzrə hazırlaşırdım. Mən hər fənni 2 dəfə təkrar salmışdım hər həftəyə. Yəni burada sizin üçün hər şey yazacağam ki, hər şey aydın olsun. Deməli, bazar ertəsi birinci gün olacaq fizika. Fizikadan mövzuları təkrarlamaq, öyrənmək, sonra test işləmək və situasiya işləmək. Daha sonra ikinci gün olacaq riyaziyyat. Riyaziyyatdan da elə eyni şeydir. Mövzuları təkrar eləmək, test işləmək və situasiya işləmək. Daha sonra üçüncü gün Azərbaycan dili. Azərbaycan dilindən də ilk mövzuları təkrar eləmək ya da öyrənmək, daha sonra test işləmək və situasiya işləmək. Sonra bu 3 gün tamam olandan sonra, yəni mən sizə sadəcə bu 3 günü dedim. Sonra davam edirsiniz eyni şəkildə. Sonra cümə axşamına keçirsiniz də. Cümə axşamı təzədən fizika olacaq. Sonra fizikadan da elə bir siz ilk öncə fizikadan birinci gün, birinci və ikinci mövzuları əgər təkrar eləmisinizsə, gələn dəfə 3-cü, 4-cü mövzuları təkrar eləyəcəksiniz. Yəni hansı mövzuda qalmısınızsa, onu 2 dəfə hər həftə təkrar eləmək lazım deyil. Yəni əgər bir gün onu təkrar eləmisinizsə, o bitdi də, yəni o mövzuya da qayıtmırsınız. Çünki bu plan elə bir şeydir ki, o mövzunu təkrar eləyirsiniz və bir də ona qayıtmırsınız. Ona görə çalışın ki, yaxşı təkrar eləyin və yola verdiyi bir şey olmasın. Daha sonra təzədən gəlir 5-ci gün, yəni cümə günü. O da olacaq riyaziyyat, riyaziyyatdan testləri işləmək, mövzuları təkrar eləmək və situasiya işləmək və 6-cı gün gələcək şənbə olacaq Azərbaycan dili. Azərbaycan dilindən də eyni şey, hansı mövzuda qalmısınızsa ondan sonraki mövzuları təkrar eləmək, öyrənmək, ondan sonraki testləri də işləmək və mütləq hər gün situasiya işləyin. Əgər mövzuları belə təkrar eləyib öyrənə bilməsəniz, çalışın o gün boşda qalmasın və ən azından 5-6 dənə situasiya işləyin. Daha sonra qalacaq boşda bir dənə 7-ci gün. Yəni bazar günü və bazar günü də boş qalmaması üçün orada məsələn sınavlar sala bilərsiniz ya da qalan həftə, yəni bu həftə ərzində işləmədiyiniz nə testlər varsa, nə mövzular varsa, nə situasiyalar varsa 7-ci günü bunu bitirin ki, gələn həftəyə keçəndə bu həftədə heç bir şey, yəni işlənməmiş qalmasın. Çünki o üstü-üstünə düşür və yük olacaq sizin üçün. Yəni çatdıra bilməyəcəksiniz. Yəni çalışın bir həftə boyunca özünüz üçün nə plan qurmusunuzsa, nə tapşırıqlar yazmısınızsa, hamısını elə bu həftədə bitirin ki, gələn həftəyə heç bir artıq iş qalmasın. Gələn həftə təzə səhifədən başlayın. İndi də sizə başa salacağam ki, bu fənləri necə, yəni neçənci günə hansı fənni salmaq daha yaxşı olacaq. Məsələn, bir fən var ki, siz o fənni çox pis bilirsiniz ya da necə deyim, o fəndən zəifsiz və çətinlik çəkirsiniz öyrənməkdə mövzuları və onların testlərini işləmək çox vaxt aparır sizin üçün. Deməli, həmin fən, yəni atıram fizika çox çətin fəndir və fizikanın testlərini işləmək sizin 3 saat vaxtınızı alır. O fənni elə günə salın ki, həmin gün sizin ya ümumiyyətlə hazırlığınız, məşğələniz olmasın, ya da ən az məşğələniz olan günə salın ki, siz onu bütün gün işləyib vaxtını çatdıra bilərsiniz. Digər hallarda isə əksinə, məsələn, Azərbaycan dilini çox yaxşı bilirsiniz və Azərbaycan dilini işləmək sizin üçün yəni su kimi bir şeydir və çox az vaxtınızı aparır və çox asandır sizin üçün.
Onu elə günə salın ki, sizin ən çox məşğələniz olan vaxtda, məsələn, bir gün sizin 3 dənə məşğələniz var və evə gəlirsiniz, sizin çox az bir vaxtınız qalır və o vaxtda siz bilirsiniz ki, həmin gün siz bunu çatdıra bilərsiniz. Həmin günə Azərbaycan dilini yazın ya da ən yaxşı bildiyiniz fənni yazın. Və ona görə də hər şeyi əvvəlcədən planlaşdırmaq lazımdır. Məsələn, 5-ci gün mənim 3 dənə məşğələm var. Həmin günə mən bir asan bildiyim fənn salmalıyam. Məsələn, birinci gün mənim ümumiyyətlə məşğələm yoxdur. Həmin gün mən elə bir fənn, çətin fənn salmalıyam ki, bütün günümü o fənnə ayıra bilim. Yəni belə sadə bir şəkildə gününüzü planlaya bilərsiniz. Və bunu da deməliyəm, çünki bizim il, yəni 2025-ci il bu situasiya çox görünmüşdü bizim ilə. Bəzi uşaqlar var idi ki, ümumiyyətlə birinci blok imtahanına hazırlaşmırdılar. Çünki həvəsləri yox idi ilk öncə hazırlaşmağa və elə bilirdilər ki, çox pis yazacaqlar falan. Ona görə də risk eləmək istəmirdilər. Əslində burada risk eləməli bir şey yoxdur. İmtahan birincisi pulsuzdur, ikincisi də buradan yəni yaza bilməsəniz bir şey itirmirsiniz də. Yəni bəziləri var idi ki, deyirdilər ki, yox mən birinci bloka hazırlaşmıram, elə bir dəfəlik ikinci şans blok imtahanı hazırlaşıram. Halbuki bu həqiqətən çox böyük riskdir. Yəni təsəvvür edin ki, siz bir dənə imtahana getməmisiniz və birinci imtahan çox asan düşüb də, amma siz ona getmədiniz, çünki qorxdunuz. Çünki siz qorxaqsınız. Amma ikinci şans imtahanına getdiniz və o şans imtahanı o qədər çətin oldu ki, yəni siz ona peşman olursunuz ki, niyə də mən birinci blok imtahanına getmədim. Ümumiyyətlə çalışın o qədər yaxşı hazırlaşın ki, ikinci şans imtahanına ehtiyac olmasın. Mənim indiki ağlım olsaydı, mən o ikinci şans imtahanına vaxtımı sərf etməzdim. Birincisi pulunuz gedəcək, ikincisi də çox vaxtınız gedəcək. 45 gündə təsəvvür yayın istisində. Yayda ümumiyyətlə dərs oxumaq olmur, gəlin bunu qəbul eləyək. Amma biz bu yayın istisində dərs oxumağa məcburuq. Xeyr, belə bir şey yoxdur. Çalışın elə birinci blok imtahanına hazırlaşıb, yaxşı hazırlaşıb gedin ki, daha sonra ikincisinə ehtiyac olmasa, inanın mənə o ikincisində siz çox bir şey dəyişə bilməyəcəksiniz. Yəni mənim situasiyamda, yəni mən birinci blok imtahanına daha pis hazırlaşmışdım, ikincisine daha yaxşı hazırlaşmışdım, hətta yəni çox intensiv hazırlaşmışdım da ikinci şans blok imtahanına. Amma əksinə oldu mənim gözləntilərim. Çünki birincisindən 370 toplamışdım, ikincisindən 350 toplamışdım da. Yəni çox əlaqəsiz bir rəqəm idi və çox əsəbləşir insan. Yəni sərf etdiyiniz vaxta heyfiniz gəlir. Yəni mən bilsəydim ikinci şans blok imtahanına hazırlaşmazdım. Çünki bəziləri bilirəm indi çox rahat oturub deyirlər ki, hə bir şey olmaz. Birinci imtahanda alınır, alınmaz. İkinci imtahan həmişə var. Onda bir şey eləyərəm. Elə bir şey yoxdur. Olmayacaq. Çünki sizə bunun heç kəs 100% qarantiyasını verə bilməz ki, birinci blok imtahanı ikincindən asan olacaq ya da ikinci blok imtahanı birincindən asan olacaq. Həmişə uşaqlar eyni səviyyədə düşür. Heç vaxt yəni biri asan, biri çətin düşmür. Başa düşürəm, indi bəziləri olurdu. Yəni getmədiyimiz imtahan həmişə bizə asan gəlirdi. Gəlin bunu qəbul edək. Məsələn, birinci zonaya asan gəldi ikinci zonanın imtahanı, ikinci zonaya asan gəldi birinci zonanın imtahanı. Niyə? Çünki elə suallar, elə mövzular var ki, biz onları yaxşı bilirik. Elə mövzular var ki, onlar onları yaxşı bilir ya da pis bilir. Yəni bu əslində imtahanlar hamısı eyni səviyyədə olur. Sadəcə bizim bilik səviyyələrimiz hamısından fərqli olduğu üçün biz elə bilirik ki, bu imtahan asan olub, bu imtahan çətin olub. Halbuki biz həmin imtahan zalında otursaydıq, bizim ağlımıza heç bir şey gəlməyəcəkdi. Yəni yerinizdən oturub danışmaq çox rahatdır. İstəsəniz də siz ikinci şans imtahanına, təsəvvür edin, indi sizin həvəsiniz yoxdur. Sizin sizcə ikinci şans imtahanına hazırlaşmağa həvəsiniz qalacaq. Cəmaət orada istirahət eləyir, nə bilim, gəzirlər falan, kef eləyirlər. Siz isə oturub evdə dərs oxuyursunuz. Bu çox pis bir hissdir. Mən yaşamışam, sizin də yaşamağınızı istəmirəm. Ona görə bunu deyirəm. Və həqiqətən çox yorğun olursunuz, diqqətiniz çox pozulur. Yəni imtahana hazırlıq dövründə yox, elə imtahanın özündə çox yorğun oturursunuz və çox diqqətsiz olursunuz da. Yəni məndə elə olmuşdu. Mən diqqətsizliyimə görə 30-40 bal itirmişdim və evə gəlib təsəvvür edin ki, bu mənim son şansım idi və gəlib baxıram ki, yəni heç bir şey yaza bilməmişəm və normal nəticə toplaya bilməmişəm. Və sizin diqqətiniz pozulacaq, çünki siz 11-ci sinifsiz və başa düşürəm 11-ci sinifdə veçer var, karnaval var, son zəng var, rəqs var, o var. Ona da hazırlaşmaq adamı bir tərəfdən yorur ki, biz hazırlaşmışdıq, niyə də yox. Bizim də müəllimimiz var idi, həmişə deyirdi ki, biraz bu ifadəm pis çıxa bilər, amma yenə də deyəcəm. Təsəvvür edin, siz imtahanı çox gözəl vermisiniz.
birinci blok imtahanı çox gözəl vermisiniz və veçerə çox kayfla girəcəksiniz. Yəni o qədər. Yəni məndə elə idi. Ona görə də heç bir dərdim yox idi və yəni bəzilərini görürdüm imtahandan çox pis toplamışdılar və veçerdə özlərini yəni toparlaya bilmirdilər. İstəsələr də sevinə bilmirdilər. Yəni çalışın biraz müddətli, biraz özünüzü sıxın, biraz çox çalışın, sonra onun bəhrəsini görəcəksiniz. Bir də 100% bilməli olduğunuz bir şey var, hansı ki mən bunu bilmirdim və bunu bizə nəzarətçi deməli idi, amma bizə deməmişdi. Yaşlı nəzarətçidir, bəlkə də ona görə ola bilər. Amma ümid edirəm ki, siz bu videonu görürsünüz və hər şeyi başa düşürsünüz ki, mən istəmirəm siz balınızdan olasınız. Deməli, blok imtahanında sizin qabağınıza açıq kodlaşdırıla bilən suallar çıxacaq. Belə bir şey olacaq. Baxın, buradakı kimi bir şey olacaq və bu suallara çox yaxşı fikir verin, çox diqqətli davranın bunları kodlaşdıranda. Çünki əgər bu sualda siz səhv eləsəniz, siz bunu sonra apellyasiyaya verib balınızı qaytıra bilməyəcəksiniz. Mən bunu bilmirdim. Elə bilirdim ki, mənim balım qayıdacaq və halbuki qayıtmadı və çox böyük peşmanlıq yaşadım. Ümid edirəm siz bu peşmanlığı yaşamazsınız. Və bəziləri də soruşmuşdular ki, açıq kodlaşdırılmada məsələn yarı bal ya da 1/3 bal verilir. Xeyr, verilmir. Ya düz yazmalısınız, ya da ki 0 kimi müəyyənləşdirilir sizin ballar. Məsələn, açıq kodlaşdırıla bilənlər necədir? Baxın, açıq kodlaşdırıla bilən tipdə sual belədir. Məsələn, burada düzgün cavab 1-dən 5-ə kimi bütün rəqəmlər ola bilər, amma düzgün cavab 3 ilə 5 idi. Ki mən bunu burada yazmışam və cavabda da 3 ilə 5 yazacaqsınız. Orada vergül falan qoymaq eləməyin. Çünki o vergül falan qoymaq riyaziyyatdadır. Riyaziyyat suallarında ya da fizika falan onlara aiddir. Orada 3-5 yazın, yəni 35 kimi yazın. Ümid edirəm sınavlara falan gedirsiniz. Heç olmasa imtahana 1 ay ya da 1 həftə falan qalmış bir iki dənə sınava gedin ki, yəni kodlaşdırma prosesindən xəbəriniz olsun. İndidən özünüz üçün məşqlər falan eləyin, necə yəni vaxtınızı düzgün çatdıra bilərsiniz falan. Və bilməyənlər üçün deyirəm, çünki hazırlıqda bir neçə nəfər bunu bilmirdi. Blok imtahanında yalnız qapalı suallar, əgər səhv yazsanız qapalı suallarda, yalnız qapalı suallar düz cavaba aparır. Yəni əgər açıq suallarda səhv eləsəniz, o sizin heç bir balınızı aparmayacaq. Yəni bunu deməliydim. Bunu bəziləri bilir, bəziləri bilmir. Ona görə də bunda da diqqətli olun. Yəni qorxmayın ki, yəni əgər açıq suallarda səhv eləsəm, birdən balım gedər. Elə bir şey yoxdur. Yalnız qapalı suallarda əgər səhv eləsəniz, onda sizin balınız gedə bilər. Bu arada mənim WhatsApp qrupum var. Kim istəyirsə qoşula bilər. Kanal bölməsində linkini paylaşmışam. Əgər istəsəniz də kommentdə yaza bilərsiniz. Mən sizə linkini ataram. Orada mən abituriyentlər üçün faydalı məsləhətlər, məlumatlar, PDF-lər atıram ki, orada hamısı yararlana bilər. Fərqi yoxdur, neçənci sinifsiz ya da neçənci qrupsuz, hamınız orada daxil olub istifadə edə bilərsiniz. Ümid edirəm bu video faydalı oldu. Çalışdığım qədər hər şeyi asan bir şəkildə və bütün detallarına qədər izah etdim. Əgər hər hansısa bir sualınız yaranıbsa, hamısını kommentdə yaza bilərsiniz. Mən cavab verəcəm mütləq. Hamınıza uğurlar arzu edirəm bu imtahanda. Ümid edirəm çox gözəl nəticələr toplayıb nəticələrinizi buraya yazarsınız.